Geçən günlər bu yollarda yatıbdı, fələk bizi uzaqlara atıbdı. Vətən məni qurbət elə satıbdı. Kaş arzular bu yollarda qalaydı, yaylaqları, mahnı səsi alaydı. Ürək yenə vətənimə darıxdı, uzun yollar ürəyimi çox sıxdı. Boran getdi, çiskin açdı, gün çıxdı, dağların qar çiçəyində göz qaldı. Həsrət-həsrət ürəyimdə söz qaldı. Hayandadır burada bitən sevincim, məni yoxla quş tək ötən sevincim. Aydu anda mehdə itən sevincim, sənsən mənim odum, közüm, ocağım, sənsiz mənim qırılıbdır budağım. Çox dolandım uca dağlar izləri, nə gözəldir vətənimin düzləri. Heç sönməsin ocaqları, közləri, vətən bizə arzu dilək saxlayar. Qurbət yerdə göz bulağım çağlayar. Kaş yenidən dağ havası yellənə, sarı sümbül tarlalarda tellənə. Qarğı neylər həzin-həzin dillənə. Mən neyimi sürülərə çalan bir, ürəyimə azca sevinc alan bir. Hə, getmədin? Qoy, saxla. Bəli, tamaşaçılarımız, xidmətinizə salam ərz edirəm. Keyfiniziniz necədir? Yaxşısınız da inşallah. Günləri güman eləyirəm, çərşənbə günüdür. Xidmətinizə salam ərz edirəm. Deyil, aydı, yaman çətin oldu. Hər yer küləkdir, borandır, qardır. Sarab məntəqəsinə geyirik, yoldayıq. Hər yer küləkdir, nəfəs dəyirsə də almır adam danışma. Hava yoxdur. Küləkdə fəqət adam havasızlıqdan ölür. Geyirik Dəyanan kəndinə geyirik. Yol Sarab məntəqəsidir. Sən ölmə, fəqət sizin eşqizə xatirə biz geyirik. Fəqət bir xatiri tox. Xotda bala, xotda. Oğlan xotda. Get. Get. Yollar bağlı, hər yer qar, külək bir tərəfdən, qar bir tərəfdən. Məntəqənin o yollarının səbili olmağı qış günlərində çox belə gözəl gəlimdir. Gedirik indi kəndə, yəqin kəndin arzusu bizi gözləyir inşallah ki, gedək görək, külək olmasa, yol bağlı olmasa, kənddən xidmətinizdə olacaq. Dereyi belaya dağlarsız bağrım şan olup diyayı balam. Ey çəmən çiçeği çöl yadıma düşüp dirayı lelemey. Oğlum bu yollar bütün bağlı yolda. Hacı edisiz bu cür. Vırgına qalasız sizi. Allah təvəkküldür. Oğlum mən çıxardım bu dama yanı olsun. Sen ölme, dövürberden kursak görürüm ha ben. Sen ölme, buradan kursan adamı, dağdar adamı haber olmaz. Baba, oğlum buradan kursan adamı dağdar. Baba, sen ölmeye, sen buradan kursan yer adamı. Heç sad olmaz ağam hər. Kaçtı. Aa, o bir daha tülcü kaçtı. Sen ölmeye kurdu diye tülcüydü. Ben yaxçı görənmədim vəli, kaçtı. Qəşək tutacaqdıq ha, filmin istəyir tutaq tülçünün qaçdı. Yolda otmuşdu biz gözləyirdik. Tülçü deyirlər yaxçı olar. Xoşuğurdu gəlin, xoşuğurdu. İnşallah qabağımıza yaxçı zatlar çıxacaq. Get az ye, get elə ye. Oğla biri oradan tülçü. Hə, o da bir tülçüdür. Məntəqədə doludur tülçü ilə qurdur. Qəribə, hər yer qurtquşdu. Hər yerə baxsan tülçüdür, qurtdur, canavardır. Oy canavar ey! Gel bura, et gətirmişəm səni. Gəl.
İndi oradan gedib çıxmışıq Qara Ərdəbilə. Bilsən, orası gördün necə edirsən? Nereye lazım kaldı? Necə? Bu aramız Ərdəbil maşınıdır. Sən dəyişik sürmüşsən. Fakat yemə fikri yesen sürmüş kəs tutsan bana. Değişik sürümler çıktı, tablo yok. Bəli. Məsəl Cəfərcə. Bəli, əziz tamaşaçılarımız, xidmətçiləriniz eləyim ki, Dayanan kəndinə gedirdik, gəldik. Yolda hər yer qaz. Hesab bızdır, küləkdir, borandır. Tapanmırıq, kəndi yolunu tapanmırıq. Gəldik burada bir dənə bir, bilmirəm nə mənədir. Bilmirəm nə mənədir. Fikir edirəm, Kərvansaradır. Yol Kərvansaradır, geri orada istirahat eləyək. Belə getsək biz bir yerə çatanmarıq. Sən o girdəkanların əvəzində burada çıxır bax. Sən ölmə burada çıxır. Yəni nə mənə girdəkan yemiş ya. Günlər hamısını burada neynədik? Əritdik. Gəlin görək orada nə edirik. Ay oğlum, burada canavar zad olmuyor. Ay oğlum, burada canavar zad olmuyor. Görün bura. Gəl görək bura. Bülbül. Məşə də gəlin görək üstə. Bura hər yerdə. Muazma, Cəfər muazma. Bura damı deyil, hər yer. Muazma ona bura düşərs. Bir yerdə görsən burada kəsədə olsa görsənlər də müşəxəs. Bir dənə bəni adam səsi gəlmir. Au! Mütaliə belə deyir ki, güman edirəm bura Karvansaradır. Yəni qədim zamanlar ki, bizim kimi Leşkirən çörək dalınca olanlar gələrmişlər o. Məsələn, karvancılardan zatdan kömürçü falan. Götə bala düşərsən ora. Gələrmişlər, buradan gedərmişlər. Bu cür küləyə qalanlar gecə gəlib əzva axşam burada istirahat elərmişlər. Vazbona bala onlar xarabalıqdır. Gəlin gedək aşağıda görək bir oslat tapa bildik. Selamünaleyküm. Yoldaş, şefiz. Ne yazırsınız? Haranısınız? Değerlendirme. Ay ben siz qardaşsınız səhərdən biz qalmışıq bu tuvanda, küləkdə. Gedim inşallah. Çox qaldı kəndinizə, hə? Bəli, 4 kilo 5 kilometr. Ha, yat. Bağlıbəy yolu. Yo, alan loder gedir, açır, biz də gəldik. Ha, loder gedir. Bəs tez 10 milyon maşına qoğaq kəndə. Uzaqla, xudahafiz. Gedin. Məşəzəm, bayaqdan hardasınız? Oraya kətdən gəlir, uşaqlar mədrəsəyə aparacaq. Yolda bağlıdır, loder də gedib açır. Aha, loder necə büncə yeri açır? Bugün elə süzə görə gəldi, deyir ki, yol açaq, ola girəcək dəyərlənliyə. Ona görə bəxşlər sağ yolda olsunlar. açarlar. Selamünaleyküm. Şefiz, qoy mən düşünmüyorum bunlar hardan gəlir. Axçız, ya Allah, nə var nə yox? Ha, külə vurub başınız gözü, börsək qoymayıbsınız axı. Küləyini. Hara gəlirsiniz? Burada nə yaşıyorsunuz? Sizin qabağınıza gəlir, sizi gətirək. Ha, motorla gəlmiş. Bəli, Ha, biz getmişik, o tərəf etmişik. Yoldaşınızın biri gəldi, Məşəsən gəldi o başa. O evlərin qabağından o, nə nədir o? Ha, oradan tap. Elədir. Şaxtadır. Kətdə o şəncə çox qalır. Təqribən 2 kilometr qalır. Ha, yox, onda yavaş-yavaş xırda-xırda biz gedək. Siz də gəlin də, yaşa. Salam. Qoy düşün həyat, bundan bir danış. Kəndə bunlar gəlirlər, qoy. Saxla. Gəlirlər, qəşəblər əllər almasında qoy. Axla qoca. Qalırlar, qaynı arada qalırlar. Şefiz necədir? Yaxçı. Ya Allah. Ay, nə yaman qəlbidir. Nə yaman qəlbidir, ya Allah. Yaxçısız. Ay, dəndə, muazba, başım deyəcəkdi. Dəmirə, necəsiz? Yaxçısız inşallah, yorulmayasınız. Yol açırsınız görürəm, hə? Bəli də. Şefiz yaxçısınız şimdi. Nəzur yollar neçə gündür belə bağlıdır? Yollar elə gündə 2 gündən bir gəlirik açırıq da valla bulanda yolu çox kolay olur bəli. Kolay olur. Bəli. Hə. Elə bil hə, kolay olur, küləksə də olur burada. Çox kolay küləkdir. İldə elə deyirlər bunlar kötürdə cəllə aşağıya və amma hələ xəbər yoxdur Ha, da. körsənə siz rahat daşarsınız. Hə da canımız qutar. Rahatlaşar bizdən baxar. Gözlər. Ha, bəs belə. Təşəkkür edirəm sizdən. Allah sizi hifz eləsin. Mən elə buradan
Xırda düşün. Vay dedi. Canım. Gedəcəksən buradan. Ha? Getməyin nə vaxt inşallah. Biz akşamazan buradayıq da bağlayacaq yani. O. Hə lan bir saata bağla. 3 dəfə açmışam ha sən gəlincə. Oradan. Vallahi. Yani mən gəlincə 3 lira atırsam belə olur. Bəli. Vallahi elə biz eləcəyik. Biz burada olaq da axşam neçədir saat? 1:30-dır. Gene heç olmasa 5-dən olaq burada. Yaxşı da olmasa mən də səndən qalıram. Ha, gəl bizimlə. Yox. Gələ bizimlə Ha, qal. hörmət eləyəcəksən mənə. Ha baba. Ay valla o şorbanı mesul çox elə. Qonağımız var. Dedi ya. Ay Allah selam aleyküm. Hacı necəsiniz? Yaxşısınız inşallah. Keyfiniz necədir? Ya Allah, ya Allah. Çalbay nə var, nə yox? Selam aleyküm. Selam aleyküm. Aha, keyfiniz yaxşıdır. Ya Allah. Sana. Keyfi sazdır da, görürsən da. Deyirəm. Başlar Bu əğri öz aramızda şalba. Vay dədə külək gəldi. Vay dədə qan. Pəlah bəncirit. Sarab Şəhristana tabe olan Dəyalanlı kəndinin 30 evi, 150 nəfər cəmiyyəti var. Deməli Dəyalanlı kəndi Savalan dağlarına yaxın olduğuna görə bu kənd qış ayları həmişə küləkli, boranlı, qarlı olar. Buna görə Dəyalanlı kəndinin yolu ilin çox fəsli bağlı olar. Bu kəndin əkərə yerlərində arpa, buğda, xəşə, kürüşnə əkərlər. Dəyalanlı kəndinin 800 qoyunu, 60 böyük mal heyvanı var. Dəyalanlı kəndinin bir şəhidi var ki, adı Abbasəli Həllacidir. Kəndin qonşuları quzey tərəfdən Kəlyan İmamçayı, güney tərəfdən Saqqızçı, Kəlantər, Günçıxan tərəfdən Ərdəbil Ustanının Nir Şəhristanına tabe olan Xanımbalı kəndi, həm də Günbatan tərəfdən İdəlu kəndidir. Selam uşaqlar, keyfiniz gəlin bura. Gəlin bura, bura yaxşıdır. Gəlin bura. Gəlin bura, gəlin bura daldanacaq var. Gəlin bura, bura yaxşıdır. Daldanacağa gəlin, gəlin bura, gəlin. Keyfiniz yaxşıdır. Gəlin bura, bura yaxşıdır. Hava burada qəşətdir. Yaxşısan qızım. Keyfinizə mənlə mi görüşək, mənlə mi görüşək? Qızım sənin keyfin necədir? Adın nədir? Nahid. Nahid, sənin adın nədir? Qıqqıl qızım. Fatıma. Keyfin yaxşıdır. Gəl dur burada, bax, dur Nahidin yanında. Nahidin yanında, dur bax bura filmin düşsün. Ay maşallah, adın nədir sənin? Zəhra. Zəhra yaxşısan? Bəli. Dərs oxumusan? Oxuyuram. Neçəni? Biri. Biri oxuyur maşallah. Nahid nə dəqiq. Zəhra nə dəqiq. Hə, Nahid şəhərə nə vaxtı getməyibsən? Bəli. Hə? Nə vaxtı getməyibsən şəhərə? Sarabaza da gedərsən? Bəli. Neçə gedibsən? Çoxdan. Çoxdan gedibsən? Yolun zadınız bağlıdır, hə? Var. Hə. Nəzirdir, mədrəsə burada tətil olar, olmaz? Olar. Olar. Var. Hə? Bəli. Ay maşallah. Hə, deyirəm əziz tamaşaçılarımız, tərbiz yerinə, şəhər yerinə görürsən bir ciqqılı qar gəlir, bir belə qar gəlir, sən ölbə. Televizyon eləməyir, radio eləməyir, qardaşlar bax qar yağıbdır, mədrəsə tətil. Şəhər uşaqlarda şadlıq eləyirlər, şirinlik yağır, səhər tətildir. Bəli, bu məntəqəyə ki, mən gəlmişəm, qar nəqqədir də, gördünüz yolda. Burada, bu hesabının gərək burada 3 ay qışı tətil olar. Yəni, vaqiyə tənasib tutaq, mühəndisi tənasib tutaq. Gərək burana 3 ay qışı tətil olar. Sən də burada qarda züllaq oynarsan, züllaq uçarsınız. Hə. Söyləsən züllaq uçmağı? Hə. Ha, söyləyirlər, can gedək. Qəşəng, can çıxaq. Yavaş-yavaş gedək. Neçə dənə buradasın kimi qız uşağı var, məsələn, tıqqıl uşaq var? Çox. Hə? Çox. Çox deyil, Allaha çox şükür. 25 evdir bura. Gəlin uşaqlar. Gəlin xırda-xırda gedək. Kəndin bura qismətidir ki, bunları zadı daha köçüb gediblər, qalan yoxdur. Yol. Niyə köçüb gediblər? Bunların illətləri var. Orada da küləkdir, yanasan külək. Səni bir günlər biz dırnaqdan saldı. İsmi şərifiniz nə mən oluram? Mən Rəhməni Babazadə. Can Babazadə, mən bu fikir verdim. Sizin bu kəndinizin bəzi yerlərinə. Gəlin burada. Gəlin üstük. Bir yol. Gəlin bura sizdə filmimiz düşsün. Gəlin küləkdə film qəşəng çıxır. Gəlin bura. Gəl bu tərəflik. Bunlar mən görürəm köçüblər, gediblər.
damdaşlar, avadanlıqlar xaraba qalıb çoxları. Nə illətə görə belə köçüb keyflə çətdilər? Bunların əksərən imkanat yoxumuzdur. Aha. Hələ mövqeyi kəndi özünüz mülahizə edirsiniz ha. Aha. Burada məriz oldu, məhkumdur ölümə. Bu dağımızın ranışı var. Daşlar tökülür gəlir, neçəsə gəlib evləri xarab eləyib. Ha bu dağların Bəli, daşları. bunların heç biri xoşbəxtlikdən köçməyiblər. Hamısı ətrafı Tehran'da, uzaq şəhərlərdə boxuru nəmirlə zindəgi eləyirlər. Aha. Və bizim imkansızlığımızdan yolumuz yoxdur. Kəndimizi biraz cüzvi zilziləcədə yazdılar. Biz 8 il bundan qabaq təqazalarımız Təbrizə gedib məsulunu məhəllə səraba vermişik. Bizim bu kəndimizə intiqal verirlər caddanın qırağına. Yox. Çünki necə bilişdirdən də az bu zilzilə buranı beynindən aparar. Özünüz görürsünüz mövqeyi. Palçıqdır, daşdır. Ələn təqazanın üstünə məsullar öz lütf eləyib gəlib baxıblar da bərrəsiyiblər. Bəli, heç quna feylən hələ bizim şansımız çıxmayıb. Bəli, biz eləyərik. Bəli, bəli. İndi nə cür mövqeyiyyətdir. Fəqət imkansızlıqlardandır. Bu kənd adamlar hamısı xaraba qalıb. Siz hamınız irazısınız ki, məsələn buradan köçəsiniz. Bəli, ora gedək. Ondan sonra yolumuz yox burada. Yol yoxdur. Burada heç quna imkanatı dövləti bir bərq ilə. Neçə ildir bu cəryan var? 7-8 il burada. 8 ildir və 9 ildir O namı. zaman bir o gəldilər baxdılar. Bəli. O zaman gəldilər nə dedilər baxdılar. Elə baxdılar dedilər ki, yaxşı mövqeyiyyətdir, kəndimizi intiqal veririk ora. Buranın Mən mövqeyiyyəti də siz yaxşı. də can durun burada. Bəli, buranın mövqeyiyyəti yaxşı dey. Çünki necə bu dağlarda gördür, iki dərənin arasında da bunlar özü görürsüz ki. Bir dənə ələn o Mehdi görmüsən, bu uca dağ odur, qısır deyərik. Ha, ora. Qısır deyərik, bu da deyərik. Bu iki dərənin arasında bu kəndli mövqeyiyyətdir. Yəni bir heç quna tavanı malımız da yoxdur. Hə. O kəslər ki, buradan da gediblər, heç quna tavan mal yoxdur. Ələn yaz olacağın gələcəklər bura. Bir dövrədən qoyundan zatdan gətirirlər, qışın qorxusundan, imkansızlıqların bu qorxusundan buradan gedirlər. Bəli, bəli. Afəriyyat, buradasan, Məşə Fəriyyat. Bax bir gözlük yeyib. Bu Məşə Fəriyyatı gözünüzdən qoymayın siz. Məşə Fəriyyat. Əslan get. Mən bu günləri gedəcəyəm. qalarsan. Yox, qardaş. Səhər də qalarsan. Yox, qalanmaram qardaş, mən Nə qalanmaram. qalamısan? Afəriyyat, fəqət elə. Gecəni qal o. Afəriyyat, indi mən deyim yol yenə bağlandı da ya. Ələn bağladı bəli. Bağlandı. Yox, da qalam. Yox, qardaş səni qalanmaram. Əksimizi sağ. Yox, qalanmaram. Ona görə istəyəcək. Yox, qorxum var, yalanı yoxdur ki, qorxum var. Mən burada sən ölməyəsən, dağdan o görsən daş. Bir dənə əksimiz var. Həmə pis dürbün. Yazın, baxın dürbünə. Geçin çalbağa, geçin, ya Allah deyin. Vay hesab, vay hesab. Ya Allah, ya Allah. Ya Allah. Ya Allah. Bəli, damdaş yerləri çox qədim saxdır. Ha, nə bura, hə? Qədim saxdır. Ha, qədim sax. Sən soğuğun qabağında nə cür davam gətiriblər, mən bilmirəm. Aziz tamaşaçılar. Allah, sən oturubsun indi orada şəhərdə, o Tərbizdə, isti havada. Soyuq yoxdur ki orada olan. Oturubsuz orada deyirsən mən soyuqdur. Bir belə qıra düşür, deyirsən qar yağıb. Nə qar yağıb, nə soyuq var, nə şaxtaz. Gələcəm bu Sarab məntəqəsinin bu kəndə, Dəyalayan kəndinə. Görəsən nədir? 5 dəqiqədən 5 dəqiqə yol bağlıdır bax. Mən bir söz deyirəm, siz bir söz eşidirsiniz. Aynənə qar yağış eləməsə belə çox olar burada. Bəli, elə həmişə çox olur. Çox olar. Bəli, çox olur. Yaman çoxdur. Nə vaxtdandır bura qar düşüb? Çoxdan da, hə? Çoxdan deyil, elə 3 ay olar. 3 aydan çoxdur qar düşüb. Bətər zaman qar düşüb bura. Gəlib gedən ki olmaz. Nə gələni var, nə gedəni göz yolda qalamır. Gəlmir, heç kəs. Aha. İndi elə külək oldu, birdən zəvırdılar, gəlib yolumuzu açırlar. Olmasa xeyr. Aha, Elə külək. qalır, məriz olsuq, elə belə amansız yerdir də. Olub indiyəcəm, məsələn kət yeridir da, nənə. Məsələn biri Zanan tayfasından, uşaqdan falandan məsələn biri keyfsiz olsun. Bəli. Burada məsələn bir sədəmə görsün, Allah eləməsin. Bəli, olubdur sən. Nə olub məsələ? Biri elə uşaq üstündə aparıblar, yolda ölüb. Aha. Yol nənə, burada bu qışda əvəşi işindən zannə neyinirsiniz? Məsələn, nə iş görürsünüz? Zanan xaylıqlar nə iş görürsünüz? Zanan xaylıqı bir qədim hənəmiz olardı. Onu bir yəcək onu. Hənəmiz olardı. Hə. Özümüz Cəhrəzat ərərdik, ərər. qoxurduq, bəli. Çörək gələn də çörək pişirir gözümüz. İndi bir yol yoxdur, cəhrəzat yoxdur. Yox, indi daya ermərik, elə çörək pişiririk. Fəqət indi işi çörəkdir. Bəli, çörək Hə. pişiririk, mal ona baxarıq. Suda evlərinizdə var, barı, çəmbiş? Bəli, su vardı, heç arı yoxdur. Suyumuzun elə müşkülü çoxdur, məriz oluruq. Hə, Yağ biraz- olur suyumuz. Şayət Beytaşlı düzlər də. Bəli. Hə. Bildir alan hanımın uşağı var idi. Ha, yuxarı tut. Gəlinimin Hə. vallahi zat elədi. Yol bağlı oldu, uşaq saldı. Aha, nə oldu bir yol? Özünə nə oldu? Bəli, özü də elə məriz olub da yala. Aha. Bəli, özü. Dərsdə də oxuyubsan? Neçəni oxuyubsan? Pəncüm. Aha, da qutarıbsan da 5-dən sonra ya oxuyursan? Hələ xeyr. Aha, yox, 7-ni zadı gəlib oxuyacaqsan ya yox da? Bilmirəm. Bilmirsən? Niyə bilmirsən? Qağan Oxuyacaq. qoymayacaq da, deyəcək getmə, Oxuyacağam. oxuyacaq. Bu istəyir oxusun. Sizin keviz necədir? Sağ olasın. Siz neçəyəcən oxuyubsunuz? Sevimli.
Sevimi, Rəhnimay. aha, Rahnimaya Zinceyib oxuyubsunuz, harbi Bəli. oxuyubsunuz? İmtahan getmişik, Sarıqda vermişik. İmtahanı Sarabda. Evdə oxuyub şeysiz Sarabda imtahan Bəli. verirsiniz. Aha, Rahnimayada bir yol müəllimiz adınız olmur. Rəhnimaya, bəli. Rahnimay, Xeyr. aha, öz rəvdə oxuyursunuz. Bəli. Nədir olur? Rəvdə oxuyan məsələn dərsimi qismətin başlamayanda kim deyir? Birindən soruşuruq da. Aha, biriniz. Bəli. Görürüz var neçəyə Zinceyib oxuyasınız? Kamil necə oxuyaq da. Aha, axıracın. Bəli. İndi bu imtahan fəslində zadına yol zad bağlı idi, nə edəcəksiniz? İmtahanınızı qalır ya verirsiniz? Bəli, yox qalır da. Aha. Oğlanların bir dərs dərsi mən gördüm Ləndiverindən getdilər. Onlar hara getdilər? Sarıqda imtahan veririk. Sarabda imtahan. Bəli. Siz nə vaxt edəcəksiniz imtahanı? Biz indi bilmirəm açandı imtahanımız. İmtahanınızı açacağınızı bilmirsiniz nə vaxt soruşmayıbsınız. Xeyr. Telefonunuza deyilən soruşuna yol açmışıq. Yol açıqdır. Bir neçə gün inşallah bunun idamət. Açmağızdan tutulmağa çox zaman çəkmir ki. Ha, nə, doğru Ələn deyir, tutulacaq da. Ha, Axşama tutulacaq, qalmayacaq tutulacaq. səhərə. Bəli. düz deyir. Xudaya, Xudavənd bizim bu çət yerlərimizi müşkülatını Allah özün öz inayəti ilə Allah həllə salcına. Amin. Uşaqlar siz də deyin. Hamımız əllərinizi açın görək. Qəşəng, hə. Xudaya sənəm də verirəm öz biri. Vallah bu uşaqların hamısını göyül istəyir ki Allah dərs oxusunlar. Bunların ürəyinin mətləbini ver. Amin. Allah inşallah bunlar bir cürələ bunlar da dərs oxusunlar. Bunlar dayəndə də yaxçı iş sahibi olsunlar. Döktür, mühəndis, müəllim, xələban olsunlar. İlahi amin. Vallahi olarlar hər samaşasında fəqət imkan yox. Nənə sağ olasınız. Bilmirəm dərdini nədir ay ellər, saralıb gül kimi solan dağların. Hayandadır, xəbəri yox xançoban, sürüsü yəhsiz qalan dağların. Küyüsünə əyləndi tiskinli duman, baharın açmağa qalmadı güman. Sarasın didərcin eylədi zaman, sevgilisi naçam olan dağları. Yüksəlib göylərə mənim tək qəmi, sarsıdıb belə dərdi bütün aləmi. Ayrılıqdan yana-yana kərəmi, xan əsli terində çalan dağları. Gül açaydı, çiçəyinə uyaydım, bülbül olub ətrini tez doyaydım. Sular kimi ürəyini yuvaydım, qəlbinə qəm-kədər dolan dağları. Bəli, inşallah bir gün sabah ki, yaz gələcəkdir bir iki aydan sonra, bu dağların hamısı çiçək olacaqdır. Amma gün indidir ki, bu soyuq uşaqları çəkəsən, sən ölməm, ona da can istəyir. Ona can istəyir. Bizimlə yol bir olun. Gəlin görün nə məniyə yeyirik sən ölmə. Fəqət yeyin püstədən, çaydan için oturun o televizyon qıranda ha. Az baxsan o ta sürəyyə. Az bax o şeydaya. Gözlərim qızarıbdır. Biraz da bax bizim kəndə. Gedin ha! Oh! 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 Oho! Gəlin, gəlin, qəşət. Qəşət gəldi. Dayan, 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 siz şorluyorsunuz qarı. Dayanın, dayanın. Oh! 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 Bah, bah. Gedin, ay! Oh! Bura gəlməkdən, huzur. Yürlaq getməkdən, iski getməkdən hədəf budur ki, oh, müşkülat yaddan çıxsın. Yaddan çıxsın. O da yaddan çıxmır. Bahçətlərin bir müşkülü bir. Qızlar iki. Hər tərəf müşkül. Yaddan çıxdı da, hə? Yox, oradan bitişəcəyində eksət yadında dəldi, vaqiyyətdə. Dünyanın xoşluğu fəqət elə o Yüldağ mıydı? Baxın bir uşaqlar. Belə ki uzanacaqsınız qabağa. Dirsəklərinizi dayin yerə var. Dirsəklərinizi belə dayin yerə. Belə bax, ah, belə bax, ah. Bunların hamısı zəhmət verəcək, rəssam aşatsın. Yəni mən burada qarda, küləkdə, buzda neyləmişəm, hamımızı iş verirəm bunlara. Hə. Gəl, gəl. Qəşək daha. Salam. Salam. Gəl, 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 gəl. Gəl. Ay dədə. Get. Get dana. Biraz qalasan. Gedin. Gedin. Ah, maşın gəldi bax. Mədrəsə maşın gəldi bax. Ləndivəsi görürsünüz. O ləndivəsi görürsünüz, yaxşı. Bunlar uşaqdırlar, 7-8 dana. Ləndivə ilə Sarabdan gəlirlər. Ləndivə ilə bunlar Sarabdan gəlirlər, sağ olsunlar, zəhmət ilə dərs oxuyurlar.
Bunlar həttəmən ayəndə də. Bax bir. Ya döktürdülər, ya mühəndisdilər. Ya o Amerikan hava peymasını yendirənlərdirlər. Onların biridir. Əlan çıraq İran nümayini vurdu. İndi onun dalısından açacaqlar. Fəqət millət bir tərəfdən çıxacaq eşiyə. Bax ha. Bax. Sən ölməyəcəksən deyə yenəcək bax. 2. O 3. O bir yana 4. Mən indi görürəm bu vurğun dövlətdilər. Niyə səhtəcət eləmirlər? Mən indi bunu bir her şeyə sizə nişan verəcəm. Mənlə qaçmaqsız adı var. Boğazağa nişan verəcəm sizə ki, görün nə cür dövr vururlar. Bunların hamısı bərhəs bir təcrübədir. Ha, baxın bir. Bəh, bəh. Sən ölmə, səhtəcət bu dünyada heç zatdır. Fəqət elə bu dünyanın ki budur. İndi baxın. Gəlin. Gördünüz o mallağı. Mallağı gördünüz. Ha. Ah. Gördünüz. Yar baxmayın. Qoy biləsə. Vaqiyyət budur ki, əziz tamaşaçılarımız. Hər iş zəhmət apar. Əziz qıç gedənlərimiz. Ay vurğun qalasın, dəstəyirdi baxın. Dəstəyirdi baxın. Və dəstəyirdi baxın. Baxın bir. Əziz tamaşaçılarımız, əziz iskibaslarımız, hər zat zəhməti var. İski getməyin zəhməti var, məllah vurmanın zəhməti var. Gördünüz necə vurdum? Görmədiniz, hə? Ona görə bilirəm ki, dövlətlər niyə səhtə eləmirmişlər. Sən ölmə, kasıb elə. Axşamacan səhtə elə. Gəlin burada, gəzin, dolanın. Nə edirsən qız düşüdü alın? Nə edirəm uşağı şəhriyəsi düşüdü alın? Bax, ay məhsul bank, icadət var. Qıstıcı gətirəcəm vaxtında. 800 min azdır. Yığım gətirin verim. Ürəcim tutulub göy dolan kimi, payıza dönmüşəm gül solan kimi, ağlağan gözlərim kör olan kimi, izini gəzdirəm sən deyə. Gözümdən yaş axır o sellər kimi, pərişan olmuşam otellər kimi, qərarsız olmuşam otellər kimi. Gözümdən yaş axır o sellər kimi, pərişan olmuşam otellər kimi, qərarsız olmuşam o yellər kimi, ağlar dolanıram sən deyə. Qüssəli gözlərdən yaş axan kimi, ürəci yandırıb lap yaxan kimi, həsrətlə getmişə göz baxan kimi, yolunu gözlürəm sən deyə. Ağlağan olmuşam de ağlar kimi, saralıb solmuşam de bağlar kimi, saçlarım ağarıb de dağlar kimi, çiskin tək yağıram sən deyə. Bəli, Dəylan kəndinin bir para müşkülatı var, çətinliyi var ki, əlbəttə mən fikir verəndə ayrı şərtlərin çətinliklərinə, müşkülatlarına görə bizlərlə çoxudur. Bu da məntəqənin soğuq olmağıdır, qarlıq olmağıdır ki, yolları həmişə bağlı olur. Yol gəldik, istəyir bulan öz əhalinin dilindən də yetmişik bir dənə kürsünün başında cələsə qoymuşuq inşallah. Yol bu müşkülatımızın barəsində söhbət edirik. Vallahi elə özümüzə cələsə qoyuruq, bilmirəm, axırımız hara çatacaqdır. Əmir, kefiz necədir? Allah keyfinizi. Yaxşımın elə özü saxlayma belə.
Nə var, nə yox? Memnun, sağ olasınız. Şalbay əmi, Məhəbbət eləyirsiniz. kəndinizin o müşkülatından, çətinliyindən bilin siz buyurun. Əziz tamaşaçılarımız. Kəndim müşkülatın ki, ərz eləyim xidmətinizə, buranın əlan neçə illərdir. Mənbəsini çəkiblər, lüləkeşliyin eləyiblər. Vəli mütəssifana bu kəndin suyu verilməyibdi. Əlan mülahizə buyursanız, bu kəndin suyu heç quna behdaşlı yox idi. Bəli. Və bu mövriddə çox müşkülatla rubərudur. Əgər məhəbbət eləsə dövlət bu mövriddə bu kəndə bir himayət eləyə. Ta bunun lüləkeşliyi də ki, amadadır bu kəndin suyun verə. Bəli, təşəkkür edirəm Çalbay sizdən, sağ olasınız, amma bir ayrı çətinlik elə bu dostumuz deyirlər. Sizin keyfiniz necədir? Sağ olasınız, Yaxşısınız inşallah. Təşəkkür, məmnun Ay sağ ol. İsmi şərif nə mən olur? Həsən. Məşət Həsən. Tanınız da Məşət Həsəni. Aman abi biz azıb getmişdik o. Belə vırıb soğuşub getmişdik, yəni Ərdəbilə zada çatmışmış. Demə bəs o Şah Abbasa mən göstərdirmişim. Demə o Ərdəbilin imiş. Onu elə qoy qalsın, Ərdəbilin torpağına bir çıxıb getmişmiş. Çıxıb getmiş o başda Nirə. Nirəcən biz getmişdik. Sonra qayıtdıq. Məşəsən gəl. Məşəsən bu kəndin çətinliyindən birində buyurasınız. Bəli, bizim bu Rustay Dəcranuda əsli mühüm bir müşkülümüz odur ki, yolumuz yoxdur bizim dərvağa. Əgər dövlət möhtərəm bu yolumuzu əgər çəkər, ya xeyr bizi bu 4 kilometr buradan caddəyə yolumuz ki vardı, o köhnəcələr rataxana ki vardı, gəldiz orada. Ora cabaza elə başlar namiyazə ora apara bizi, müşküldən biz vaqa dərvağa qutarırıq biraz. Bəli. Bir də ki, bu kətdə qıratamış o taraftar dağdır vaqa, elə burada durdəs bir kətdə düşmüşük, tək düşmüşük bu kətdə. Dərvağa bir dənə zəlzələ lərziləyə bir qolacaq, gecə eləyək, valla burada bir nəfər adam tapılmaz dərvağa. Gecəclər hamısını orada basar, öldürər, heç kəsin də xəbəri dərvağa olmaz. İnşallah ki o kəndin də çəkərlər ayrı yerə, bu müşküllər olur, yaxşı. Əmi, bu mikrofon sən xidmətində olsun. Qazdan de. Bizim bu müşkülümüz qaz babətindən zəciridik. Bəli. Ağay cənabımızın məhəbbəti ilə dövlət zad eləsə bizə qaz çox zəciridik qazlardan. Sizin cənabımızın xidmətində. Bəli, bəli. Bəli. Çalvanın mənzuru o qazdır, çünki kət yerlərində indi yanacaq. Bəli. Hələ gətirmək çətindir. İnşallah o 4 kilometri burada cadı ilə bizim 4 kilometri qazla aramız var. Aha. İnşallah bəlkə kətdən çəkilər ayrı yerə, çəkilsə mən o. Ora çəkilsə onun dibindədir bizim qaz. Orada İraçılığından elə qazları da həll olacaq inşallah. Əllər armasın Çalbay. Başı vardır. Sağ olasın. Yaşayasın. Aməşə Mərziban, sizin keyfiniz necədir? Yaxçısın ki, cəbiyəz yoxuna, cəbiyəz Amərziban yoxuna. Amərziban, o taylar nə mənə vurubsan bir-birinin üstünə? Cizdəşən zat? Cizdəşən zat olmaz. Xeyr, burada girdəşən. Mən elimdə oradan. Özüm ölüm. Girdəşən yox. Bığda. Bığda. Çara gələr bığda, əziz tamaşaçılar. Ben niyə gəlmir? Yox, özümüzə qorqalıq zat lazım olsa, olsun elə şey. Kilo neçədir bığdanın? Kilo Alver eləyəndə. 300 mən, 300. Bəli. Aha, olan bir neçə kilo olur? Ulan bir 50 kilo. 50 kilo zat olur. Həm də. Yes. Yaxşı, loderin qabağına nə aparmaq olar? Aparırıq. Bəli, amma əziz tamaşaçılarımız da bərnaməmiz yavaş-yavaş axıra çatır. İstəyirik ki, Həsən dostumuz bir dənə oxusun. Həsən dostumuz 70-li Saraba soyuğunun imtahan veribdi, qayıdıb gəlibdi. Yenə olma mənim allı qərarım bu gecə. Çıxacaqdır fələkə, naləyə zarım bu gecə. Şəm uvaş məhrəmə bəzm eylədi olmaq məni. Yanacaqdır yenə hicr oduna varım bu gecə. Həm visali od olur canımə həm hicrani. Bir əcəb şəm ilə düşdü sərkarım bu gecə. Para cigərim etdiklərinə nəzr olsun. Ol sər kuya əgər düşsə quzarım bu gecə. Sübhə saldı bu gecə şəm kimin qətlimi hicr. Ola kim sübhü gəlincəm gələ yarım bu gecə. Var idi sübhü salinə fizuli ümid. Çıxmasa hasrət ilə canı fikarım bu gecə. Ay sağ ol, ay sağ ol. Təşvik elən bir dənə, təşvik elən. Oxumadın axı. Nəsə ver gör. Qadarım, o bol üzərimiz işlət. Simboxerimiz adımız olsun qəşəyə. Varmız simboxer. Vardı be. Sən ölmə, bizim maşının təyərləri yay təyəridir. Yəni təyərlərimiz əl kimidir bə belə. Ya Məhrəm sən bilmirdin dağa gəlirsən, yay təri ilə gəlibsən. Səfər nə deyim olsun, sancı qarnın qurşasın. Yalanla zincirdə yox. Yayda zinciri çıxarda, yalandan yağlar qoyar ora. Yaç, bir dənə əhrimizi salın. Sən ölməyəsən, vədəni yubatdıq. Əhrimizi salın qardaş, indi bulduzuya edir küləyə lazımdan, qallıq burada.
Get. Yaxşı, gözətdə. O çıraqların üstünü sil, çıraqların üstünü sil. Qəşəng çıraqlar salmağa mücümə var. Nurbalilə. Çıraqlar sal mücümə, Nurbala. Vurlar ver üstə. Saldın. Bununla sən belə salmağa mücümə elə oradan. Hayla, Məşəd Həsən. Yat, sal üzümə. Məşəd Həsən onu sal üzümə. Bəli, əziz tamaşaçılarımız, biz də yavaş-yavaş bu Dəyalanlı kəndindən gedirik. O qəşəng sal məndən Məşəd Həsən. Hava qaranlıqladı, külək də bir tərəfdən, yerzat hər yer dondu, bızdı, küləkdir. Gedirik, bulduzerimiz də özümüzdən aparırıq, sağ olsun, ay fəryad ilə gedirik elə. Hər halda biz bu uzaq yollara gedirik. Siz də bizi öz duacıdan yaddan çıxartmayın, həmişə namaz başında bizi dua eləyin. Yoldaşlarımız o ki, bu tür qarlarda, küləkdə, elə bizim kimidirlər, gəlirlər, hamısı dua eləyin. İnşallah sağlıqla, səlamətçiliklə gəlsinlər. Sağ qalın. Salamat yaşayın dostlar. Məşəd Fəriyə, sən mindirən dəstgahı salaq qabağa sən. Sən qabaqdan get Allahın amandır. Yolda sən Allahın amandır. Hə, qəşəng. Xudahafiz. Bərabərdən təşəkkür eləməklə bunların zəhmətlərinə cavab vermək olmaz ki, imanım haqqı. Onlar şorluq çəkirlər qışda. Qışın şaxtasında, bulduzerin içərisində bir soyuq hava var. Şəpə vuranda qapıda ki, bu canda açıq deyil. Ələ yaxsa kardan çıxıbdır. Mən buradan fikir verirdim, baxırdım. Allah bütün o dostlarımız ki, işləri bu cür çətin işlərdə, hamısının köməyi olsun. Başım ağrıyır, əziz tamaşaçılar. Başım hər şey ağrıyır. Doğrudan deyirəm ham. Şaxtadan, qardan, küləkdən başım ağrıyır. Üçümüzün də başımız ağrıyır. Məşəd Əhədin də, Məşəd Cəfərin də, mənimdir. Mənim başımız ağrıyır. Get, elə ucur get. Saxlasan da yiyişdirmək olmaz. Get. Saxlasan yiyişdirmək olmaz. Ya Allah sənə təvəkkür. İmam Zaman Gül Cəmalına salavat deyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İmam Zaman ağanın da salamətliyinə bir salavat deyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. ساده بیا دست منو بگی